Müştərilərimiz həm bizim işin keyfiyyətinə, həm də halallığımıza bələddirlər. İndi sizə bir dənə iş göstərəcəm, diqqətlə baxın. Deməli qardaşlar, Hyundai Elantra 2018-ci il maşında olan problem rul ağırlaşıb. Pirborda elektron rulavo ilə bağlı işarə və sürüşmə ilə bağlı işarə yanlı qalıb. Diaqnostikaya salırıq, bu problemlə bağlı diaqnostika elektron rulavo sisteminə daxil ola bilmir. Deməli, bu problemlə bağlı bir neçə ustada olublar. Yekun qərar olub ki, elektron rulavo zbor dəyişilməlidir. Maraqlanıblar, elektron rulavoyun qiyməti 700 manat, indi bunu usta dəyişsə, adaptasiya eləsə bir 800-900 manata gəlib çıxacaq. Gördüyünüz kimi sökmüşük həmin hissəni yoxlamaq üçün. Mən müştəriyə dedim ki, tələsmə. Qoy mən ətraflı yoxlayayım, sizə məlumat verəcəm. İndi bir dənə yekunu çəkib paylaşıram. Problemin səbəbini də deyəcəm sizə. İşimizi yekunlaşdırdıq, problemi aradan qaldırmışıq. Rulavoy gördüyünüz kimi yumşaq vəziyyətdədir. Pirborda heç bir xəta işığı yoxdur. Diaqnostikada elektron rulavoy sisteminə daxil oluruq. Bayaq daxil olmaq olmurdu. Xətaları oxuyuruq. Gördüyünüz kimi heç bir xəta yoxdur. Bu problemin səbəbi qardaşlar xırda bir boşluq idi. O boşluğa görə biz bu müştəridən hansı ki 700-800 manat qiymət demişdilər, biz bu müştəridən 30 manat pul alacağıq. Bütün usta yoldaşlarıma tövsiyə edirəm ki, halallıqla işləyin. Xırda bir boşluğa görə o pulu almaq yaxşı iş deyil. Bu problemi aradan qaldırmışıq. İnşallah yığacağıq, müştəri də gəlsin, hazır vəziyyətdə maşınını təhvil alsın. Xeyirli uğurlu olsun. Sizin maşında da bizim sahə ilə bağlı hər hansı bir iş varsa, problem varsa rahatlıqla müraciət edə bilərsiniz. Əlaqə nömrəsi və ünvan profildə qeyd olunub.